Ər-rabiu biməna fi. Minin, Ağa Şeyx minin dördüncü mənası fi mənasına gəlməsidir. Fi fars dilində dər, Azərbaycan leksikonunda isə ismi yerli halının şəkilçisinə uyğun gəlir. Nəhvu İzâ nudiyə lis-salati min yevmil cumuati ey fi yevmil cumuə. Xudavənd Müteal Qur'an-ı Müqəddəsdə buyurur ki, o zaman ki nida olunar namaz üçün cümə günündə, burada min fi mənasına oldu. Bəli, min yevmil cumuati, məsələn, ey fi yevmil cumuati, yəni cümə günündə. Əl-xamisu zaidətun fil kəlamil mənfi. Dedik ki, bay zaidə, yəni o artıqlıq üçün gələr. Artıqlıq nə bu mənaya ki, heç nə vəcə yaramazlıq mənasına, yox. Yəni, heç bir funksiya daşımaya, heç bir rütbəsi olmaya, heç bir, məsələn, missiyası olmaya, yox. Mənanın, o kəlamın mənasının, deməli, təkidləndirməyi üçün olar. Yəni, o kəlamın mənasını müəkkəd eləyər, təkidləndirər. Min ləfsi də həmçinin mənfi kəlamda zaidə olar. Yəni, mənfi kəlamın mənası müəkkəd eləyər. Kəlamda gələr ki, ta mənanı ziyad eləyə, artıra. Nəhvü ma caəni min əhədin. Kəlamın əsli ma caəni əhədun idi. Yəni, bir kəs gəlmədi mənim yanıma. Yəni, cümlə-i salibədir. Mənfi kəlamdır. Gəlmədi mənim yanıma. Min ki gəldi, nə olacaq? Məna təkidli şəkildə alınacaq. Yəni, heç kəs hətmən şəkildə mənim yanıma gəlmədi. Və tədxulu ələl-muzhər kəma mərrə. Min ləfsi ismi zahirə daxil olar, necə ki, əvvəlki misallarda keçdi. Yəni, minin indiyə qədər ki, dediyi, vurduğu misalların hamısı min daxil olub, deməli, ismi zahirə. Minəl olsan kimi, olsan ismi zahirdir, ondan minəddərahim kimi, min yovm kimi və bunlar hamısı ismi zahirdir. Və indi deyir ki, və ələl-muzmər və tədxulu ələl-muzmər. Tədxulunu gətir vur bunun böyrünə. Bəli, daxil olar, deməli, muzmərin yanına, müzmərin qulabanına. Qahən də min ləfsi zəmrə daxil olar. Nəhvu, minhu ətaun və minkə sənaun. Minhunu, məsələn, apartik, bir nəfər, məsələn, sərvətmənd adamın yaxasına, denən ki, minhu, yəni bəxş eləmək, o sərvətməndəndir, indi Allah göstərməsin, indi sərvətməndlərin heç dırnağından darı sızmaz. Məsələn, misal üçün, minhu, yəni o sərvətmənd adamdandır bəxş eləmək, ondandır, yəni o varlı kişidən pul verib, ya libas verib, o fəqir füqaranı sevindirməkdir. Minkə səndən isə ona səna etməkdir, təşəkkür eləməkdir. Məsələn, deyəsən ki, çox yaxşı adamdır, Allah hifz eləsin o əli açıqların, Allah o əli açıqları elə tezlikcə yerinə yeksan eləsin inşallahul əziz. Yaman gözlərdən uzaq olasan de, məsələn, belə sözlərdən nə qədər Ənbar-ı Şərifində varsa deginən ki, ta ona təşəkkür eləyəsən. Bunları denən ki, tərif eləginən ki, qoy dalı da gəlsin də, da elə kəsilməsin. Bundan da elə qət olunmasın. Tərif ver ki, bəlkə, məsələn, tərifdən xoşdana bu bəxşişlərin dalı gələ. Bəli, bəlkə bu sənadan sonra sənə bir, məsələn, bir Range Rover'dən zatdan da aldı. Xülasə, hər zəmir olsa min ləfsi ona daxil olar. Əs-salisu, huruf-i cərridən üçüncüsü isə Cənab-ı iladır. Və ləha mə'nəyan. O birilərdə deydi və ləha mə'anin. Bir neçə mənalar var. Yəni 2-dən 3-dən artıqdır mənaların sayı. Amma burada deyir və ləha mə'nəyan. İla ləfsi üçün fəqət təsniyə gətirib. 2 dənə məna var. 3 dənə, 5 dənə düy. 2 dənə məna funksiyası daşıyır. İndi buradakı ləhanın zəmiri ilaya qayıdır. İla ki isimdir, hərfdir. Yenə o min ləfsində dediyimiz o mətləblər kimi. Burada da həmin o mətləb cari olacaq. İla əzizimən bu hərfin adıdır. Ad ələmdir. Və zəmir o delir ələmə ki, məsələn, o addır. Və eyni zamanda mərifədir, həmçinindəki isimdir. Ona o delir. Yoxsa elə belə hərf olduğuna görə o ha zəmir, hay o müənnəs zəmiri o deləmir. Əhədühuma
O iki dənədən biri li intihail qayəti fil məkan. Məkanda qayətin intihası üçün gələr. Min ləfsində qayət barəsində kifayət qədər ərz eləmişik. Ərz elədik ki, müntaha mində ibtidail qayə idi. Burada isə intihail qayətdir. Yəni antonimdir. İlə ilə min antonimdir. Bir-birinin əksidir. Biri ibtidail qayə üçün gələr. Mini deməli carrə. İlay carrə isə deməli intihail qayə üçün gələr. Bir-birinin əksidir. Yəni məsafənin sonu üçün intihail qayənin mənası budur. Məsələn o ki dedik sirtu minəl bəsrəti iləl kufə, ibtidail qayə o işin, o hərəkətin başlanğıc nöqtəsi ki deməli Bəsrə şəhəri idi. Biz hərəkətə Bəsrədən başladım. Məsələn mən sirtu seyr elədim. Sirtu səyərədəndir. Deməli əcvəf-i yayıdır. Həmin onun mütəkəllim vəhdəsi fe'l-i mazidə olacaq. Sirtu seyr elədim mən. Hardan seyr elədim? Başlanğıc nöqtə haradır? Məsafənin başlanğıcı Bəsrə. Hara qədər getdim? O məsafənin qutaracağı, mənim o qəsd elədiyim o mənzil hara idi? Kufə. O deməli iladakı intihail qayə olaraq o məsafənin o sonuna, intihasına daxil olar. Mədxul ila deməli intihail qayə olan Kufə şəhəri idi. Məsələn deyirəm zəhəbtü min adnalı iləl Cəllabad. Burada məsafənin məsələn və uzunluğun sonu ki Cəllabaddır, ona daxil olub ila ləfsi. Qayət deyəndə isə məsələn Adnalı ilə Cəllabadın arasında olan məsafə, uzunluq, ölçü nəzərdə tutulur. Bəs bu ki ila ləfsinin iki mənası oldu. Onun biri məkanda qayətin, yəni məsafənin intihası üçün, yəni axırı üçündür. Az cəhəti məkandır bu. Yəni əgər məsafə məkan olsa bu belədir. Yəni məsafənin axırına daxil olar. Nəhvu sirtu minəl bəsrəti iləl kufəti ki bu misalı mində də dedik. Min məsafətin başlanğıcına daxil olub, çün Bəsrədən hərəkətə başlayıb, ila isə intihail qayə ki Kufədir, ona daxil olub və yetişib Kufiyə. Və qəd tustəməlu fiz zaman və qahən görərsən bu ila ləfzi zamanda istemal olunar, istifadə olunar, yəni işlənər. Yəni intihai məsafəti zamanidə işlənər. Yəni zamanın o məsafəsinin qutaracağında, intihasında, məsafəsinin o məsafətinin axırında işlənən, nəinki məkanda. Məkanı dedi. Nəhvu şər'u Muhammedin sallallahu aleyhi və alihi və səlləm mustamirrun ila yevmil qiyaməti. Yəni o zamanı ki Həzrəti Xətmi Mərtəbət, Həzrəti Risalət Məab sallallahu aleyhi və alihil ətyab bu şəriət mübini gətirdi, aləmi bəşəriyyətə nur olaraq gətirdi. Bu din deyir müstəmir qaldı, yəni davamiyyəti var, istimrarı var, davamiyyəti var ta qiyamətə qədər. Bu məsafəti zamanıdır, nəinki məkanı. Bu zaman cəhətindən, yəni məsafədir. Yəni o həzrətin şəriəti, o gətirdiyi gündən qiyamət günü arasındakı məsafə qayət zamanıdır. O şəriəti ki gətirib, o şəriəti gətirdiyi gündən qiyamət günü arasındakı məsafə qayət zamanıdır. İndi bu zaman 1000 il çəkəcək, 100 min il çəkəcək, 1 milyon il çəkəcək, bunu Allahu ələm, biz bilmirik. Onun elmi Allahın yanındadır. Amma həmin qədər bilirik ki, o bozorgvarın, o həzrətin şəriəti müstəmirdir ta qiyamətədək. Pəs burada ila nəyə daxil oldu? Daxil oldu ila deməli bər intihail qayəti zamaniyə. Yəni zamanın o məsafətinin axırına. Və sanihima bi məna məə. Ləfz ilanın iki mənasından biri deyildi. İkinci mənası isə məə mənasına gələr. O Farsın o sadə dilində məə ləfzi ba. Yəni ilə lalə, birgəlik bağlayıcılarına uyğun gəlir Azərbaycan dilində. Mənası həmin mənaya deməli uyğundur. Və huvə qəlilun. Bu ki deyir ila ləfzi məə mənasına gəlib oturar. Mə funksiyasının, missiyasını öz üzərinə götürər çiyinlərinə. Deyir, bu məna xeyli kəmdir, xeyli azdır ərəb ədəbiyyatında. Nəhvu yəni kimi, mislidir də, mənası budur. Nəhvunun mənası, yəni bu ki tez-tez deyirik nəhvu, yəni bunun kimi, bunun mislində, bu məniyadır. Nəhvu və la tə'kulu əmvaləhum ila əmvalikum, ey məə əmvalikum. Ayə-i şərifədə əmvaləhumun humu yetimlərə qayıdır, o biçarələrə.
gecə yatanda deməli gözlərin tavana dikib səhər nə yeyəcəyi barədə fikirləşən yetimlərə. Çün bu ərəbin arasında rəsm idi. O vaxt ki ata öldü, əmu, dayı yaxud əqrəba-i digər məsələn tifilin dədəsindən qalan mallara hücum eləyirdilər, aparıb öz mallarına qarışdırdılar, basıb yeyirdilər yetimin malın. Yeyirdilərin mənası budur ki, yəni misli çörək ağızlarına qoyurdular. Yəni cəsarət eləyirdilər yetimin malına. Ayə-i şərifə gəldi ki, bəli, Peyğəmbər əleyhissalatu vəssalama ki, ümmətinə desin ki, la tə'kulu əmvaləhum, yetimlərin mallarını yeməyin ha. Qarnınıza elə bil od göndərərsiniz. İla əmvalikum, ila əmvalikum, yəni ila ki, burada mə funksiyası daşıyır, yəni mə əmvalikum, yəni öz mallarınızla bahəm, onlarla birgə, öz malınızla birgə qarışdırıb ötürməyin, balaxəndəki atmayın, o yetimin malıdır. Hələ indi burada şahid misal, bizim burada şahid misal budur ki, ila əmvalikum bəmənayı mə əmvalikumdur. Yəni burada ila ləfsi mə mənasına gəlib oturub. Dəstəmaz ayəsində də var ki, deyir, fəqsulu vücuhəkum və eydiyəkum iləl mərafiq. Çün ila qayət üçündür, yəni əldən başlayın, yuya gəlin dirsəyə qədər. Burada Cəmaət-i Öməriyyə işgal varid eləyiblər ki, insanın barmağının ucundan dirsəyə qədər məsələn 70 santimetrdir. Bu qayətdir, yəni məsafətdir. İla ləfsinin də funksiyası həm məkan cəhətdən, həm də zaman cəhətdən intihaül qayə üçün gələr. Yəni məsafənin sonu, axırı üçün gələr. Dəstəmazda da deməli 70 santimetrin sonu həmin o dirsəkdir ki, Quran bunu buyurub. Şiə bunu qəbul eləmir və deyir ki, ila burada mə mənasına gəlib. Quranda çox yerdə ila ləfsi mə funksiyasını daşıyıb, mə mənasına gəlib oturub. Və ma əşbəhə zalikə və hər şey ki, deməli bu ayənin şəbihi ola. O ibarətin davamıdır. Və ma əşbəhə zalikə və hər o şey ki, hər o məsələn o mətləbləri ki, bu ayənin şəbihi oxşarı olar. Hansıdır o şey? Deməli, fəqsilu vücuhəkum və əydiyəkum iləl mərafiq. Ey mə'al mərafiq. Ki o deydim, indi deyildi o. Və tədxulu ələl muzhər kəma mərrə. Və ila ləfsi daxil olar ismi zahirə necə ki keçdi. Harda keçdi? İla yevmdə, iləl mərafiqdə, ila ənvalikumdə və s. Və ələl muzmər, yəni tədxulu ələl muzmər. Tədxulunun o təqdirində olan, qarnında yatan zəmir qayıdır ilaya. Qahidə bu ila ləfsi zəmirə daxil olar. Nəhvu, məsələn, ileyhi yurəddu, deməli, ilmussaə. İleyhinin zəmiri xudaya qayıdır. Bəli, yəni qiyamətin nə zaman qopacağının elmi Allaha qayıdır. Yəni Allah özü bilir ki, nə zaman qiyamət olacaq. Onun elmi bizim yanımızda deyir. Saat, yəni qiyamət mənasınadır. Bəs bizim üçün burada mədd-nəzər iladır ki, zəmirə daxil olub. Yəni mədxul ila zəmirdir. Burada nöqtə var, o da budur ki, ilanın əlifi var idi. Bu ya hardan gəldi çıxdı bura? Burada bir qanun var ki, ilaya raci, onu mən deyim ki, ləfsi ilaya əgər bir zəmir müttəsil oldu, əlif yaya qəlb olar. Ona görə orada əlif deməli yaya qəlb olub. Ona görədir. Ər-rabiu fi huruf-i cərrədən dördüncüsü də fi ləfsidir. Bəli, və ləhə mənəyam fi üçündə iki məna var. Bunun üçündə təsniyə gətirib. Burada da təsniyə gətirib. Məanin gətirməyib, mənəyan gətirib. Yəni iki dənə mənası var. İki mənada istemal olunur. Əhəduhuma əz-zərfiyyə. Deməli, o iki mənadan birincisi zərf olmaqdır. Yəni bir şeyin başqa bir şeyin içində olması mənasına gələr.